Bəli. 2 alana 1 hədiyyə. Bəli. 2 mərtəbə alırsan, 1 mərtəbə hədiyyə. Bu bilirsiniz nə deməkdir, dəyərli izləyicilər? 2 mərtəbə qiymətinə 3 mərtəbə həyat evi sizə təqdimat edirəm. Düz məktəbin yanında. Yaxınlığı da demirəm ha. Düz elə məktəbin yanında. Bax bu qapıdan çıxdın məktəbdir. Məktəbin düz yanında dəyərli izləyicilərimiz. Qiyməti uzatmadan bəri başdan deyəcəm. Bu qiymət ev yoxdur, 115.000 manata. Torpağın evində kupçası var, özdə kupçada hər mərtəbə kvadrata yazılıb ki, ipotekaya salsanız gözəl məbləğ ayıracaq ipoteka. İstəyərdim ki, bu evi bir müəllimə falan alsınlar, müəllimə. Onsuz da güzəşli ipoteka ilə müəllimələr bu evi əldə edə bilərlər. Niyə? Məktəbin düz yanıdır. Bax, buranı, bu evdən eyni bu proyekti birinci satdı, müəllimi aldı, aşağı mərtəbəni kurs elədi. Yaxında zəhmət olmasan. Digər 2 mərtəbəsi tam təmirlidir. Baxın, bir daha vurgulayıram. İçərisi 2 mərtəbəsi tam təmirlidir. Bu mərtəbə təmirsizdir. Hündürlüyünə baxın. Neçə daşdır? 8, 9, 10, 11, 12, 13, 14, 15 daş. 3 metr. 15, 20 hər 3 metr. Otaqların da hamısı görürsünüz, açıqdır. Bax, sanitar qovşağının da yeri hazırlanmışdır. Mərtəbə yox, mərtəbələr arası manat betondur. Bax, 1 ilə 2 və 2-nin 3-ü hamısı manat betondur. Arxaya çıxışı var dəyərli izləyicilərimiz. Keçək evimizin əsas daxil təqdimatına. Dəyərli izləyicilərimiz, bax, bura ehtiyat su bakının yeridir. Bax, bura bir dənə ehtiyat su bakını qoyursunuz. Kombini yığırsınız bura, qaz xətti çəkilir. Kanallar hamısı qaydasındadır. Həyətimizdə Ablay daş üzr istəyirəm. Tamit daşlarla döşənilir. 24 saat mühafizə kamerası. Keçək, yağlı. Dəyərli izləyicilərimiz, bu otaqları bölən dəhliz istiqamla təchis olunur. Həmin o kollektor sistemi gördüyünüz kimi xəttlər pləkanımızın altındadır. Mətbəxi göstərmək istəyirəm, çünki ilk evdə olan xanımdır, kişi səhər gedir, axşam gəlir. Əsas evi bəyənən xanım olur. Xanımlar nəzərə alaraq geniş bir mətbəx qoya qoyur. Mətbəx də istif olur. Ümumiyyətlə, haradakı bu məndən qrantı gördüyünüz birinci istipoldur. Sanitar qovşaq da istipol, tavan qısmı tavan. Burada belə bir gözəl qonaq otağımızın baş hissəsində TV stand, spotlardan istifadə olunur, pəncərə aşağıdakı pəncərələr və öz həyətlərimiz sahəsində açılır. Düzdür, işlənmədiyi üçün töz basıb, amma internet xətti, yəni xətti yox, ümumiyyətlə internet bu dəqiqə aktivdir. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində bu qiyməti ev yoxdur. Bax, buralar ev sahibi tərəfindən tam təhvil veriləcək. Natamam nəşrlər var ki, ev sahibi tərəfindən təhvil veriləcək. Elektrik yuvası hər mərtəbədə ayrı-ayrıdır. Otaqlarımız işıqlıdır, ətraf hamısı yaşayışdır. Bu küçədə torpaq yoxdur, boş torpaq. 115.000 manata Masazır qəsəbəsində məktəbin düz yanında. Digər yataq otağımız, duz yönə panorlaması var bu otağımızın. Bu evdə kondisionerə ehtiyac yoxdur. Günəş işığı olsa düz istəyirəm. Hava gözəl olduğu üçün bir dənə bunu açsınız elə kondisioner. Yəni duz yönü göstər zəhmət olmasa. Evimizə baxış keçirmək istəyirsinizsə və gözəl endirimlərdən yararlanmaq istəyirsinizsə bizimlə əlaqə saxlayın. Görürsünüz, duş kabinanın yeri. Ayrı-ayrı trapları var, görürsünüz. Tavanda yeni asma tavan. Gözəl endirim istəyirsinizsə bizimlə əlaqə saxlayın. 070 300 30 90 070 300 30 90. Gəlin bu evi alın. Təşəkkür.